Axşamınız xeyir dəyərli dostlar, hər birinizi salamlayıram, hər birinizi xoş gördük, hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Dəyərli dostlar, bugün mən gül kələm almışam, gül kələm qovurması eləyirəm. Hal-hazırda soğanı qazanda öldürürəm. Öldürdükdən sonra tomat töküb, gül kələmi tökəcəm pişməyə doğru yönəldəcəm. Dəyərli dostlar, bax gördüyünüz kimi mən soğanı tam qızartmıram dəyərli dostlar. Onda soğan çox öləndə yeməyin dadı o qədər gözəl olmur. Ona görə də mən soğanı öldürürəm. Bu arada dəyərli dostlar, neyinirsiniz, nə var, nə yox, hər birinizə öz təşəkkürümü bildirirəm. Mənə yorum yazmağı, bəyənməyi, abunə olmağı unutmayın. Dəyərli dostlar, siz mən dəstəklərsəniz mənə xoş olar. Bunun üçün də sizə öz təşəkkürümü bildirirəm. Beləliklə, dəyərli dostlar, bax mən soğanı qazanda öldürürəm. Öldürdükdən sonra ona tomat atıram dəyərli dostlar. Bax, bu da tomat attım. İndi biraz da tomatla qovuracam. Sonra kələmi tökəcəm, gül kələmi. Mənə dəstək olmağı, abunə olub, yorum yazıb, bəyənməyi unutmayın. Dəyərli dostlar, bu bizə Azərbaycanımızın gül kələmi ən gözəl nemətlərindəndir. Çox gözəl dadı olur. Bax, görürsünüz, yağa düşdü. Yağa düşəndə mən gül kələmi bax, yeməyin içine atıram. Dəyərli dostlar, üzrlü hesab eləyin. Qazanın buğu imkan vermir çəkməyə. Hər birinizə öz təşəkkürümü bildirirəm. Bax, doğramışam, qəşəng, indi atıram qazana pişmək üçün. Dəyərli dostlar, mənə abunə olmağı, yorum yazmağı, bəyənməyi unutmayın. Məni dəstəkləsəz mənə xoş olar. Mən sizin dəstəyinizlə irəli gedə bilərəm. Dəyərli dostlar, sağ olun, sağlıqla qalın, gecəniz xeyrə qalsın. Hər birinizə bu yeməyi pişirməyi tövsiyə edirəm. Çox gözəl, sağlıqlı, yüngül yeməkdir, dəyərli dostlar. Gecəniz xeyrə qalsın. Allah sizi var eləsin. Allah sizə, hər birinizə, məni dəstəkləyən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Bax, indi öz buğunda qəşəngcə pişəcək, dəyərli dostlar. Sağ olun, gecəniz xeyrə qalsın.